bayaq siz danışırdınız, həqiqət nədir? Biz bu dünyaya niyə gəlmişik? Hardan gəlmişik? Hara gedirik? Bax, bu düşünmək daha çətindir. Einstein 26 yaşında 300 illik Newton fizikasını yerlə yeksan elədi gəldi. Həqiqəti tapdı və ona gülürdülər. Tesla olsun, o birisi olsun, Edison və s. ən qədər alimlər var. Friedrich Nietzsche'yə dəli deyirdilər. Adamı universitetdən istifa eləməyə məcbur elədilər və 4 divar arasında xəstə öldü. O siz deyən o TikTokda və s. sosial şəbəkədə olan şeylər o rahatlıqdır. Düşünmək, fikirləşmək daha çətindir, amma daha maraqlıdır, daha keyfiyyətlidir. Daha ehtiraslıdır. Bəli. Avropa inkişafa, Renesans dövrü nədən başladı? Şübhələnməkdən. Bəli, dedilər Şübhə ki, bəli. Niyə belədir? Bəli, sual verdilər ki, biz qitə kəşf eləmişik, tutaq ki, biz bu kitablarımızda bu qitə yox idi, amma orada fakt var. Bəli. Yəni və yaxud da ki, bir qara vəba deyirdilər də, o xəstəlik gəldi, 250 ildir, milyonlarla insanı öldürür və biz bunun qarşısını ala bilmirik. Ya oturub dua eləyirik, amma bunun qarşısını ala bilmirik. Yəni bu nəsə skeptik yanaşdılar da ki, nəyisə biz deməli səhv eləyirik. Özünü tənqiddən başladı o. Rusca samakorreksiya. Çox gözəl sözdür, skeptik sözü. Skeptik, bəli. Və bütün gənclərə arzu edirəm, skeptik olun. Sizə informasiya veriləndə kör-körənə inanmayın. Baxın, bu informasiyanı sizə kim deyir? Bu informasiyanın dalında hansısa bir mənbə varmı? Təsdiq olunubmu? Bugün Nobel mükafatı niyə populyardır? Çünki təsdiq olunmayan bir şeyə, sübut olunmayan bir şeyə Nobel verilmir.